Trump'ın ən böyük belə deyək də özəlliyi odur ki, reallığın acı reallığı göstərir. İnsanlar bunu barışmaq istəmir. Məsələn, Avropa bununla barışmaq istəmir. Avropa bunu anlamaq istəmir, algılamaq istəmir ki, nə baş verdi ki, biz Avro-Atlantik məkan bir yerdə idik, dost, qardaş. Amma Trump deyir, elə deyil də, mən sənin havayı niyə qorumalıyam, mən sənin niyə təhlükəsizliyi təmin eləməliyəm, sənə niyə pul xərcləməliyəm, o pulu elə Amerikada xərcləyərəm də. İndi məsələn, tarif müharibələri var. Tarif müharibələrinin nəticəsində, məsələn, mən baxdım, Avropa Birliyinin ticarət komissarı çıxış eləyir, deyir ki, bizim içkilərə, spirtli içkilərə Amerikanlar böyük rüsum qoyur, bu bizim problemi yaradacaq. Amma Amerikanlar üçün də problem olacaq. Artıq bizim şampan şərabımızı içə bilməyəcəklər və yaxud da baha içəcək. İçməyəcəksən Kaliforniyankini içəcək. Çiliyə ki qoymayıb, Çilidən alıb içəcək. Alternativlər var. Əlbəttə, yəni dünya artıq belədir. Buna ayaq uyduranlar var və yavaş-yavaş dəyişmək istəyənlər var. Bir də bu 4 illik müvəqqəti sürəcdir, birtər başımızı girəliyək, bu prosesdən çıxaq, onlar baxanlar hələ ki daha çoxdur. Və mənə elə gəlir ki, o 4 illik baxanlar ciddi şəkildə yanılırlar. Bu böyük bir trenddir. Yenə təkrar sabah Trump olmayacaq, başqası olacaq. Bu trenddir, bu dəyişiklik çox ciddi, fundamental məsələlərə toxunur. Məsələn, indi çox adam da deyir ki, məsələn, niyə imtina eləyir də Amerika Birləşmiş Ştatları USAID-dən, Amerikanın səsindən, nə bilim, Azadlıq Radiosundan. Bunlar ki, yumuşaq gücü idi. Bunlar yumuşaq gücü idi bir yerə qədər. İndi əgər mən yumuşaq güc dediyim məsələlərlə 10 illərlə, 5 il, 10 il zaman xərcləyib nəyisə əldə elədiyimə, bir zənglə əldə eləyirəmsə, neyinirəm də onu? Bu qədər vəsait xərcləməyimi neyinirəm ki? Və Amerikan səsi, Azadlıq Radiosu nə idi? Məsələn, tutalım ki, Rusiya baskı qurmaq, söz azadlığı, demokratiya. İndi mən Putinə zəng eləyirəm. Deyirəm, qardaş, bu məsələni belə həll eləyək. O da həll eləyirik. Neyinirəm Azadlıq Radiosunu? Neyinirəm o Amerikan səsini? Dünyanın yeni bir düzəni formalaşır. Demirəm, bu yaxşıdır. Deyirəm, bu reallıq budur. Yəni, bununla biz alışmalıyıq. Söz azadlığı da, demokratiya da, seçkiləri də özümüz çalışmalıyıq, özümüz əldə eləməliyik. Hər bir xalq, hər bir dövlət, hər bir cəmiyyət özü üçün bunu etməlidir. Oturub gözləməli deyil ki, hardansa bir ağa peyda olacaq, ağatlı oğlan peyda olacaq, bizə necə yaşamağı öyrədəcək. Elə deyil. Biz özümüz necə yaşamağımızı özümüz təyin eləməliyik, özümüzün mediamız güclü olmalıdır, özümüzün sivil toplumumuz güclü olmalıdır, siyasi partiyalarımız güclü olmalıdır. Yəni bunu özümüz istəməliyik. Kimlərinsə xaricdən bunun istəməyinə və yaxud da bunun üçün bir çaba xərcləməyinə mən şəxsən heç özümə də sığışdırmıram, xalqıma və dövlətimə də rəva görmürəm açığı. İş burasına bir Natiq müəllim, siz onu yaxşı dediniz. Bu 2 il, 3 il, 4 il Trump gedəcək. Bu yeni bir dünya düzenidir və bunu daha geri döndərmək mümkün deyil. Ona görə də reallıqla barışmalı və yaxşı olan nədirsə, öz milli maraqlarına uyğun onunla tamamilə doğrudur. Çünki yenə deyirəm, bu trenddir. Bu boş yerdən də yaranmayıb. Bu uzun illərin insanların belə deyək də acı çəkməsinin, insanlığın acı çəkməsinin bugün geri dönüşüdür. Məsələn, 2000-ci illərin ortalarından başlayaraq bu proses gücləndi əslində. Sağ partiyalar, millətçi partiyalar yavaş-yavaş Avropada hörmət qazanmağa başladı. Məhz buna etiraz olaraq və bu siyasətə etiraz olaraq insan əleyhinə, söz azadlığına imkan vermirdilər. Söz azadlığını boğurlar. Vensin çıxışı möhtəşəm çıxışı idi. Məsələn, Münxen konfransı. Mən çox bəyəndim. Çox sağdan soldan o ki var. Çox bəyəndim. Çox bəyəndim. Niyə? Çünki ilk dəfə idi ki, Avropa ilə Amerika arasında ideoloji fərqi və yeni dünyanın ideoloji çərçivəsini qoydu. Demirəm, hamı bunu bəyənməlidir. Yox, təbii ki, solçu da var, libertarian da var. Bunlar bəyənməsin. Lap yaxşı, geçsinlər özləri üçün yeni ideoloji doktrinalar kəşf eləsinlər, insanları cəlb eləsinlər, insanları daha çox yaxşı ritorika ilə cəlb eləsinlər. Amma populizmlə yox. Bugünə qədər Trump və komandasını populizmdə məsələn çox vaxt ittiham edirlər, amma solçuların, psevdoliberalların bugünə qədər gətirdiyi yolun əslində elə populizmdən ibarət idi də. Biz indi cənnətdə güya yaşamalıydıq. Əvvəl bizə öyrədirdilər, biz məktəbdə oxuyanda ki, 2000-ci ildə artıq kommunizm olacaq. Hamımız kommunizmdə yaşayacağıq. Sonra da Avropa Birliyi bizə öyrədirdi ki, tələsməyin, 10 ilə 15 ilə dünyada bir cənnət olacaq. Elə olmur. Çünki bu utopiyadır. İnsan, belə deyək də, insan varlığına
Zid utopiyadır. İqtisadi olaraq ziddir. İnsan mülkiyyətçidir. İnsan fərdiçidir və bu normaldır və buna normal yanaşmaq lazımdır. SSR-ni dağıdan əsas məsələlərdən biri hamıdan SSR bir Sovet adamı tipi yaradırdı. Deyirdi millətvi unut, dinivi unut, köklərivi unut, ol Sovet adamı. Bəli. Yəni Sovet adamıdır. İndi bizi də uzun müddət qərb belə deyək də yeni dünyanın adamı kimi tolerant olmalısan, fikrin olmamalıdır, heç kimə belə deyək də etiraz etməməlisən, bütün genderlərə normal münasibət bəsləməlisən, nə bilim, bütün hər şey. Elə deyiləm mən. Elə deyiləm, mən başqayam. Bax, mən başqayam deyənləri Avropada, Amerikada başladılar əzməyə uzun illərdir, 15-20 ildir. Onun etkiləri yarandı və Trump onların siyasi tərcüməçisinə çevrildi. Yəni Trump'ın özü yox ha, özünü bəyənərsiniz, bəyənməzsiniz. Özü sizi rəncidə də edə bilər, əsəbləşdirə də bilərsiniz, bəzən də oradan da elə danışıq tərzini biz qəbul da eləmirik, gəl bir məhəllə uşağı danışır, yəni elə qəbul öyrəşməmişik də, yəni amma onun istəkləri və arzuları və hansı istiqamətə dünyanı və Amerikanı aparmaq, mənim üçün o maraqlıdır. Özü bilər, özü necə danışır, danışdı. Mənim üçün maraqlıdır ki, məqsəd nədir? Məqsəd fərdi insan haqlarının qorunmasının əvvəlki eybəcərliklərinin silinməsidir. Hamımız qoymurdular da danışmağa da, imkan vermirdilər ki, bu politkorrekt deyil, bu olmaz. Nə bilim, Hollywood film çəkirdi. Bilirdin ki, məsələn də Lincoln ağ adam olub da. Bunu niyə qara çəkirsən ki? Bax, nə demək istəyirsən bundan ki, bu qara adamdır? Niyə? Bu ağ olub da, bunu tarix bilir ki, ağdır. Bax, belə absurd məsələlərlə, gender məsələləri olsun, başqa məsələlər olsun. Mənim özümün yadıma gəlir. 2015 idi ya 16-cı ildir. Strasburgda, Avropa Şurasında böyük masadır, müzakirələr gedir. Azərbaycandakı insan haqları problemləri bugün də var, o vaxtda var idi. Müzakirə olunur. İlk mənə verilən sual nə idi? Sizdə cinsi azlıqlara münasibət necədir? Deyirəm, lap əladır. Toya da çağırırlar, saatına 2000 manatda pul verirlər. Və salamdır, burada nədir? Pis mi münasibət? Hamı da şəkil çəkdirir, Facebookda paylaşır, Instagramda paylaşır. Nə pis münasibət? Deyirəm, qardaş, bizdə başqa deyirlər, biz seçki istəyirik, biz haqlar istəyirik. Deyir, yox, bir dəqiqə deyəm, bax, bu məsələdə nətərdir vəziyyət? Başqa dərdə yox imiş. Söhbət ondan gedir ki, agenda bu idi. Yəni, insanları buna yönləndirirdilər. Yəni, insanlara deyirlər ki, sən bu haqda düşünməlisən, belə olmalısan, belə. İnsanları ailədən soyudurdular ki, ailə institutu pisdir, ailə olmasın. İnsanları istehlak mədəniyyətini əllərindən alırdılar ki, sən vegan olmalısan. Hətta mən xatırlayıram, bir məclisə çağırdılar, yəni bir toplantıya çağırdılar. Özüm utandım ki, bir dənə ət yeyən mən idim. Hamısı vegandır. Və bu mədəniyyət sayılır. Bəli. Yoxsa hər millətin özünün dəyəri var, milli geni var, soyu var. Əlbəttə. Amma bunlar, onu deyirəm də, Sovet adamı düzəldirdi. Bunlar da düzəltmək istəyirdi. Transgender, vegan və gay bir insan. Belə olmur da, yəni belə olmur. İnsanlar müxtəlifdir. Ona görə bax, bu yeni insan tipi yaradan istənilən rejim, istəyir faşizm olsun. Hitler də yeni insandır. İstinli Arit istəyirdilər də. Əsl Alman yaratmaq istəyirdi. Bax, onlar da o faşizm, SSR də faşist ideologiyasına yaxın bir ideologiyadır. Yeni insan yaradırlar. Bu psevdoliberallar da yeni insan tipi yaratmaq istəyirlər. Trumpizmlə yeni bir insan. Trump deyir, müxtəlif olun. Mənim üçün fərqi yoxdur, nə olursunuz olun. Qara olun, ağ olun. Trump'ın komandasında yeri gəlmişkən xanımlar da var. Hətta açıq şəkildə etiraf etmiş, öz cinsel həyatının dəyişdiyini etiraf etmiş insanlar da var. Heç bir problem. Almanya naminə alternativ partiyasına faşist partiyası deyirlər. Çünki liberalların xoşuna gəlmir. Almanya naminə alternativ partiyasının rəhbəri açıq şəkildə xanımla yaşadığını etiraf edib. Belə faşist olur. Yəni bu deyir, kim necə istəyir yaşasın. Heç kimin şəxsi həyatına qarşı, amma bunlar qarışırdılar axı. Bunlar deyirlər ki, sən bunun haqda danışma. Bu haqda demə, nə bilim, bu hüquqlardan da. Pandemiyanın ilk ilində 3-4 dəfə xarici konferanslara getdim. Dedim, danışırdıq da bu haqda ki, bu böyük bir fəlakətlərə gətirib çıxacaq, iqtisadiyyatı çökdürəcək, insanları əsəbləşdirəcək, qəzəbləndirəcək, yeni siyasi trendlər də belə yaranacaq. Buna belə mənə söz vermirdilər şəxsən. Deyirlər, hə, vaxt bitdi, keçək. Abişi adamlar gedir, hə, nə yaxşı ki, pandemiya bizi insan olmağı öyrətdi, bizi yardımlaşmağa öyrətdi, dövlətlərin
daha bizi əzməsinə imkan yaratdı. Amma Belə olmaz. insanlar nələr yaşadı onu demirlər ki, insanlar nələr Hər şey də elə idi. keçdi. İnandırım sizi, mən Ukrayna məsələsində də olsun, bir-iki cümlədə sizə o da danışım. Məsələn, Ukrayna məsələsi müharibəsi yeni başlayanda dəfələrlə beynəlxalq konfranslarda deyirdik ki, siz Rusiyanı tanımırsınız, başa düşmürsünüz və Rusiya bundan istifadə edib başınıza oyun açacaq. Bunlar deyirlər ki, 20 min, 30 min Rus ölən kimi cəmaət yığışacaq Qırmızı meydana, Putinə deyəcək istefa. Deyirəm, sizin ağlınız yoxdur. Rusları tanımırsınız. Rus imperialist ölkədir və ölkənin yarısından çoxu elə balaca Putindir. Eyni cür düşünür, eyni cür. Yox, ac qalarlar Bəli. amma heç vaxt öz maraqlarını. Bir Sankt-Peterburg şəhərini tikəndə 1-ci Pyotr 100 minə yaxın təhkimçi kəndli öldürüb. Bataqlıqda batıb onların sümüyündə. Gəlib ona deyirdilər ki, eləmə də, bəs bunlar ölədir. Bu ölmək üçün də, bu təhkimçi kəndlidir də, bu yaşamaqlı deyil ki, bu ölməlidir də. İndi sən Ruslara deyirsən ki, sən insan həyatına görə, insanların həyatına görə etiraz eləyəcək. Ya da iqtisadi məsələlərdə. Deyirdim, işləməyəcək bu sanksiyalar, sizə görə işləməyəcək. Siz o qədər həyatsızsınız ki, gedəcəksiniz Ermənistan vasitəsilə alacaqsınız, gedəcəksiniz Hindistan vasitəsilə alacaqsınız. Elə də oldu. Yəni, bax, buna qarşıdır Trump'ın və onun komandasının apardığı siyasət. Və bu da insanları biraz şoka salır. Görək indi nəticə verəcək. İnşallah, mən əminəm ki, məsələn, aprelin 20-sinə qədər atəşkəs elan olunacaq.